Hə. Home tabının doğru cavabları: 1B, 2E, 3D, 4C, 5A, 6B, 7B, 8D, 9D, 10A, 11A, 12A, 13C, 14E, 15A, 16E, 17D, 18D, 19D, 20C, 21B, 22C, 23C, 24B, 25D, 26D, 27C, 28D, 29D, 30A, 31B, 32A, 33A, 34A, 35B, 36C, 37B, 38A, 39D, 40B, 41B, 42C, 43B, 44D, 45B, 46A, 47B, 48B, 49C, 50D, 51B, 52, deməli A, 53D, 54, deməli E, 55, C, 56, mətn səhifənin nizamlanmaqdan ötürü B variantı. 56B. Keçdik insert tabına. Deməli, insert tabında bir-iki dənə sual var ki, onları buradan açın. Çünki onları görməmişdən deyəcəm, aləm qarışacaq bir-birinə. Deyirəm cavabları, diqqətli olun. Deməli, 1C, 2C, 3B, 4D, 5E, 6A, 7C, 8C, 9C, 10D, 10 Bakı B, 11 D, 12A, 13C, 14E, 15C, 16C, 17B, 18C, 19D, 20, səhifənin yuxarı bütün səhifə 1 düzdür. Mətninə kurslarla nöqtə mətnin növbəti səhifəyə. Deməli 1 ilə 5, 20D. Hocam, bundan sonrakılar düz gəlməlidir. Bir baxıram işləyirəm, o da vaxtımı alır. 21-dən o yana yəqin ki düz gələcək. Baxın. 21A, 22E, 23A, 24B, 25B, 26C, 27A, 28A, 29C, 30E, 31A, 32A, 33C, 34A. 35'də D'dir. 36, 35, yox 34. Cədvəllərlə işdə 34'dür. 34'də nədir? D'dir. 35 deməli
A-dır. 36C, 37D, 38D, 39D, 40E, 41D, 42D, 43B, 44D, 45B, 46E, 47D, 48C, 49B, 50E, 51D, 52D, 53E variantıdır. Heç nə. Bunları bildiniz. İndi artıq suallarınızı verə bilərsiniz. Ekranı paylaşım görüm nədir sualınız? Hansının nə sualınız var? Verin. 22. Neçə? 22. 22. Hansılar? Home tabında. Bəli. Deyir Word 2019 mətn proseslə mübadilə buferi imkanlarından istifadə etmək üçün lent qrupunun hansı lent əmr ardıcılığından istifadə etmək lazımdır? Arkadaşlar bildiyiniz kimi e, Home lentində clipboard qrupunun deməli dialoq pəncərəsi üçün ayrılan düymədən biz nə edə bilərik? Clipboardu aktivləşdirə bilərik. Yəni Home-da clipboarddan istifadə edirik. 35. 35, 24. Bəli. 24. Word 2019 mətn prosessoru mətnlərdə sətirarası intervalı dəyişmək üçün hansı parametrlərdən istifadə edir? Arkadaşlar mətnlərdə sətirlər arası interval əlbəttə ki paraqraf pəncərəsinə aiddir. Line spacing parametri. Line spacing sətirlər arası məsafə mənasındadır. Sonra 30 neçə? 29. 29. Şəkildə göstərilən sənəd hansı rejimdə? Arkadaşlar, bax burada görürsünüzmü? Ox işarələri qoyulub, tərsinə P işarəsi qoyulub, nöqtə qoyulubdur. Bunlar çap olunmayan simvolların görünməsi rejimidir. Demək, Home tabında paraqraf pəncərəsində tərsinə P işarəsi var ha. Bax, həmin o işarədən istifadə edərək bu rejimə keçmək mümkündür. Tam da olur. Sonra 35. 35. Deyir aşağıdakı əmrlərdən hansılar mətni formatlaşdırmağa imkan verir? Arkadaşlar, mətni formatlaşdırmaqdan ötürü birinci növbədə birdən istifadə edə bilərsiniz aşağı, yuxarı indekslərdə yazmaq üçün. 4-dən istifadə edə bilərsiniz şriftin ölçüsünü böyüdüb kiçiltməkdən ötürü. 5-dən istifadə edə bilərsiniz. Nədir? Yazıların üzərindən xətt çəkməkdən ötürü. 2 ilə 3 isə abzaslardan işləmək üçündür. Ona görə 1, 4, 5-i götürəcəksiniz. Yəni B variantı. 36. Neçə? 39. 36. 36. Deyir hansı düymədən istifadə etmək mətni hər iki tərəfə düzləndirmək olur? C variantında. C variantı nədir? Düzləndirmə, yəni justify düyməsidir. Sağ və sol tərəfə, hər iki tərəfə düzləndirmə düyməsidir. Yəni sağı sol görüldüyünü seçmişdim ben. Hı -hı. 46. 46. Word 2019-da abzasların qarşısına boşluğun qoyulması üçün paraqraf pəncərəsinin hansı elementi seçilməlidir? Abzasın qarşısına boşluq qoymaq üçün specialdan istifadə edilir. Yəni özəl, special. 48. Neçəyə baxırıq? 48. Ay, sağ ol. Word 2019-da seçilmiş mətn fraqmentinin hər abzasın birinci sətrinə special. İndi bura bax. Bayaq sən dediyin neçə idi Yusif? 39, 40. 40 idi. Neçə? 46 demiştim. 46 46. demişdin, 46. Deyir abzasın qarşısına boşluq. Arkadaşlar, abzasın qarşısına boşluq leftlə qoyulur, 1 ilə qoyulur. Mən nə dedim?
Special dediniz. Yox, special abzasın birinci sətrin qabağına boşluq qoyur. Birdən-birə ki, elə bil ki, yuxudaydım. Birdən-birə ağlıma gəlir ki, axı burada abzasın qarşısına deyir. Abzasın birinci sətrini demir. Amma burada o birisi sualda sənə deyir birinci sətrin qarşısına. Birinci sətrin qarşısına qoyan specialdır. Abzasın sol tərəfinə qarşısına boşluq qoyan leftdir. Düzəliş elə burada. 46-da leftdir, yəni 1-dir, A variantı. 48-də isə 2-dir, yəni B variantı. 52. 52. Word 2019-da mətnin sətirdə düzləndirilməsini nizamlamaq üçün paraqraf pəncərəsinin hansı bəndinə müraciət etmək lazımdır? Mətnin sətirdə düzləndirilməsini yerinə yetirmək istəyiriksə də alignment-dən istifadə edirik. Alignment, yəni A variantı. 55. 55-ə baxaq. 53. 53. Abzaslar arası məsafə line spacing. İkinci dəfə də eyni sualla üzləşirik. Abzaslar arası məsafə line spacing. 55-ə baxaq. Word-də abzasın birinci sətrini nizamlamaq üçün ay Yusuf, bayaq dedim special, yəni C variantı. Bayaqkında onları rəqəmlə göstərmişdi, indi amma nədir? Sözlərlə yazılıb. Yenə eyni sualdır. Insertə baxaq. Baxaq. Hangisinə baxaq? 2-yə baxaq. Bu 2-nin birinci imtahanı hazırlaşanda təkrarda da səhv yazmışdım. İndi də səhv yazdım. Kompüter işlədirsən? Bəli. Ay sol. Onda bilsən Fiksiyada ki, bu ölmüşüm. smart art. Şəkillər qoyur axı. Bu smart artdır da. Şəkilə görə mən fiksiya seçmişim. Yo, məsələ burasındadır ki, sən görsən, onda yazıya görə də şey seçərdin. Ad nədir? Nə bilim, smart art seçərdin. Ya da deyərdin ki, text box'dur, prosto formatlaşdırıblar. Diqqətli ol. Sonra 7. 7. Ay, Müşkan xanım, bu pəncərənin başına nə yazıb? Object. Ben C de. variantında da object yazılıb da. Object pəncərəsidir. Sonra 10. neçə? 10. 10 baxaq. Word 2019 proqramında sənədə diaqram əlavə edən zaman hansı əlavə tablolar yaranır? Arkadaşım, chart dizayndan format tabloları yaranır. On dörd. 14 baxaq. Bu obyekt barkoddur, düzdür? Yəni barkod Word-un öz tərkibində yoxdur. Onu ancaq obyekt kimi əlavə eləmək olar. 27. 27. Word mətnə həndəsi fiqurlar shapesdir, C variantı. Səhv çıxılaq. Hə, yox, C-dir. Bilən, bayaq demişdim, testlərin bəzilərində cavablar səhv olasıydı. Çünki ondan 2019-a keçid olubdu. Burada dəyişibdir testlər. Yəni, ona görə də səhv çıxma ehtimalı var idi. Onca başlanğıcda neçə dənəsinə özüm kifayət edim. Sonra gördüm, hamısını demək məcburiyyətindəyim, yoruldum, keçdim. 2010-dan cavabları səsləndirdim. Orada da səhv qaldı. Sonra 28. 28. Nə Bundan deyir sonra burada? çox səhv. Word proqramında mətni digər sənədlə əlaqələndirmək üçün insert-lent başlığının hansı əmrdən istifadə edilir? Mətni digər sənədlə əlaqələndirmək istəyirsənsə də hyperlink-dən istifadə olunur. A variantı. 30. 30. Word mətn prosesi sənədin başlanğıc səhifə nömrəsini dəyişmək üçün page number siyahısının hansı əmrdən istifadə edir? Başlanğıc nömrəni dəyişmək istəyirsənsə də format page numbers-dan istifadə edəcəksən.
1. Müxtəlif mürəkkəb riyazi düsturların daxil edilməsi. Eyni zamanda digər proqramların imkanlarından istifadə etmək üçün hansı əmrdən istifadə edilir? Müxtəlif riyazi düsturların daxil edilməsindən ötürü biz istifadə edirik digər proqramların imkanlarından istifadə etmək üçün. Object digər proqramların istifadəsi deyirsə də, deməli, OLE texnologiyası istifadə olunacaq. O da nədir? Object pəncərəsindən bunu edirik. 32. Üst kalan titul A variantıdır da. 34. Və D nədir? D'də gördüyün quick partdır. O 34-də deyir, Word mətni digər sənədlə əlaqələndirmək üçün insert lentin hansı əmrdən istifadə edir? Digər sənədlə əlaqələndirmək. Bayaq hyperlink əmri sözlə yazılmışdı. Bu dəfə də A variantda hyperlinkin işarəsini qoyublar. Sonra 38. aşağıdakı hansı əmrlərcə Word 2019 cədvəli qələmlə çəkmək üçün qələmi aktivləşdirir? Deməli, biz cədvəli qələmlə çəkmək istəyiriksə də, insert-də table-dan draw table istifadə edə bilərik. Düzdürmü? Bir də table design draw table-dan istifadə edə bilərik. Qırx yeddi. 47. Word 2019 mətn prosesində sütunu cədvəldən hansı yolla? Arkadaşım, istəyir sətr olsun, istəyir sütun olsun. Seçirsiniz, klaviaturadan ya backspace basırsınız, ya da shift delete kombinasiyası. Sonra 53. yəni O bir Word-da bakımdan sətri cədvəldən hansı yolla silmək olar? backspace. Bəli, bəli. Başqa hansı suallarımız var? Hansı? Nə Qutarda sual? o bir saytda yüklədiyimiz var. Hə də onları da soruşun, onları da açın. Sualınızı verin, cavablarınızı neyniyək? Sizə Yazın. əlavə bir sual vermək olar. Buyurun. Mən elə bir ki, kompüterdə bilməm uşaq nəsə eləyib, Wi-Fi-yə qoşulmur. Aha. Yəni ki, orada ümumiyyətlə heç göstərmir ki, məsəl üçün o Wi-Fi-də adları göstərmir. Ümumiyyətlə heç nə yoxdur. Eləcə şeydir, belə yumru, yəni Wi-Fi yoxdur işarəsi göstərir də, yəni Wi-Fi-yə qoşulmur. Onu nətər edirəm O bilmirəm. şeylə olan bir şeydir. Nə deyirlər ona? Deməli, klaviaturada Hə, F-in bir dənəsi Wi-Fi-yə xidmət edir. Da notebookdur yəqin ki. bəli. Onu əsasən F-in düyməsindən Wi-Fi işarəsi olan bir düymə olmalıdır. F-lərin birinin üstündə Wi-Fi-nin işarəsi var. İndi dəqiq niyə demirəm? Məndə məsələn səs düymələrindən əlaqələndiriblər. Bunda da elədir. Bəzən var ki, o F-lə işləyən düymələr burada düzgün işləmir. Məsəl üçün basanda o olur deyə F-i basıb bir də nəyi basanda bunda onlar olmur. Hı Bu -hı. kompüterdə yəni o alınmırdı. Ona görə F düymələrinin işləyib işləmədiyini bilmirəm. Ondan sonra bu sağ aşağı bildiriş sahəsində Wi-Fi-nin işarəsi var. Bircə dəqiqə söz deyim. Bax, bir dənə qopunu paylaşım. Hayf, məndə, sizdə Windows 10-da 11. 10. 10-dur. Yaxşı.
Bilirsiniz nə üçün deyirəm? Deyəsən Burada 19-unu yüklədim, bilə bilmərəm. Yadımdan yox, çıxır Word 17. deməm, Windows'u deyirəm, Windows. Bəli, bəli. 10. Bir məsələmiz var burada. Bax bu gördüyünüz hissə, bu sağ aşağı küncdə, bax buradakı var, bu sahədə. Normalda Wi-Fi-nin işarəsi falan olur. Bəli. Burada ümumiyyətlə sizdə nə işarəsi var? Eləcə qlobus işarəsi var. Bəli, elə bil ki, bunu götürəndə orada üç səs işarəsidir. Aha, Zaryadka yığmağı göstərir. Bir də aha. o Wi-Fi-nin işarəsini göstərir ki, yoxdur da, belə elə bil globus formasında, bəli. Yaxşı. Yəni mən bir anlıq dayandırmışdım. Təşəkkür. Dayandırmışdım bir anlıq. Həmin O-nun üzərində sağ düyməni klikləyirsiniz, gəlirsiniz hara? Deməli Network and Internet hissəsinə. Olarmı? Sizdə belə açılacaq, yoxsa başqa cür açılır? Bir dənə ona bizə baxın. Wi-Fi işarəsinin üstünə gələndən sonra rus dilindədir deyə. Yaxşı, o zaman belə edək. Dərsdən sonra biz amma yox, kompüterdə yoxdursa da belə deyim. Nədir? Heç olmasa modelini deyin kompüterin. Nəyə görə deyirəm? Leva, neydi? Klaviatura ilə olsa Lenovo. klaviatura ilə deyim. Lenovo. Ha? Lenovo. Lenovo-da. Yaxşı, yaxşı. Biz nəyə görə deyirəm? Çünki burada məndə Windows 11-dir. Sizdə çox güman. Bax bu işarə ki var, start menü. Sizdə sol tərəfdədir, yoxsa məndə kimi ortadadır? Sol tərəfdədir. Hə, onda Windows 10-dur. Tam olaraq eyni deyirlər bu Windows-la Windows 11. Deyib Onu özümüz seçə qarşıdakı bilirik axı. nədir? Ortada qıraqda olmağını özümüz eləyə bilirik. Windows 11-də avtomatik olaraq bu ortada gəlir. Windows 10-da ad nədir? Avtomatik olaraq sol tərəfdə gəlir. Ay, Yusuf. Məndə Ona görə solda da ortaya qoymuşam. qurdalamayınca o harda duracaqdır? Sol tərəfdə duracaq. Müjgan xanım da mən bilirəm ki, nədir onu qurdalamayıb. Eləmi? Bəli, bəli, elə oradadır. Ayso qurtardı getdi. İkinci bir tərəfdən yoxlamanı digər. This PC-nin üzərində sağ düyməni basıb Properties seçəcək. Ondan sonra baxanda görəcək ki, burada əməliyyat sistemi yazıb. Məsələn, Windows məndə 11 Pro yazılıbdır. Sizdə də məsələn 10-dursa da Windows 10 yazılacaqdır. Məsələn, Pro ola bilər, Home ola bilər. Daha orasını bilmirəm də sizdə nədir. Yəni this PC-nin üzərində sağ düyməni basıb Properties basmaqla da yoxlaya bilərsiniz. Hə, ona görə Yusuf, o tərəfdən narahat olma. Qurdalayandan sonra çox şey bir-birinə qarışır. Yəni, Normal məsəl üçün, insanlarda qurdalayıb olduğu zaman. istəyirdi, nəysə basıb O, işləmir. yəni deyirəm, o əsasən klaviş kombinasiyalarla olur. O da ki, bəzi kompüterlərdə F-N ilə F3 ya da F2 düymələri Wi-Fi işə salır, yaxud da dayandırır. Bir dəfə onu yoxlayın. Bəli. Hə, olmasa da ki, nə edəcəksiniz? Settingslər deyəcəm, oradan nə edərsiniz? Baxım görüm Lenovo-da konkret olaraq nədir? Çünki birdən klaviş kombinasiyası uyğun gəlməz, başqa iş görər. Klavişlərin çünki üzərində nədir? Bir neçə funksiya ola bilər. Mən məsələn baxıram, məndə notebookda bir neçə dənə klaviş var ki, onların üzərində olanlar başqa notebooklardan eyni deyil. Yəni burada dediyimi ora deyərəm, orada problem olar. Amma yəni standart olaraq FN F2 yaxud FN F3 Wi-Fi açıb bağlamaq üçün istifadə olunan kombinasiyadır notebooklarda. Hə, ona qədər siz suallarınızı dayanın. Yaddan Evet. çıxdı, onu açmadım. Bircə dəqiqə dayanın, bu testləri açım. Siz sualınızı verəndə mən bilim ki, hansı sualda onları cavablandıra bilim. Bir dənəsi bu, biri də nə bu birisi. Word 2.
Göz zolaqlıdan başlayaq, yoxsa o birisindən? Fərqi yox. 7. Göz Burada zolaq 7. 1, 7. 1, 1. 1 deyir hələ bu. Word 2019 proqramında kursor cədvəlin sətrinin sol xanasından kənarda olarsa, Enter ilə yeni sətr əlavə olunur. İçində olsa Belə Tab. oldu. 7-də deyir, seçilmiş sütunu cədvəldən klaviaturun hansı düyməsi ilə silmək olar? Ya Backspace ya da Shift Alt 2 ilə 3 uyğundur. D variantı. Yəni bayaqkında Shift Enter-də oldu axı. Nə? Shift Enter-dən Enter eyni şeydir. Birinci Shift sual. Enter ilə Enter eyni şey deyil, ay Yusuf. Yeni sətrə düşür da Shift Enter-də də Enter-də də. Ay Yusuf, sən bir dənə söz deyim. Bax, cədvəlin sətrinin son xanasından kənarda olanda sənə soruşur ki, hansı düymənin kliklənməsi cədvələ yeni sətr əlavə edir. Düzdürmü? Hə, Sən də burada düymə görürsən nədir? Enter bu işi görür. Ha? hə. Enter neçə dənə düymədir? Bir. Niyə şey bax Enter düyməsi olurlar? Sən gic-gic başqa işlərlə məşğul olmağa üstün tutursan ki. Hamısının bütün variantları yoxladım mən. Yusuf, ona Shift görə də Enter. bütün variantları yoxlama. Və Shift Enter nə var? Bir də müxtəlif kompüterdə müxtəlif iş görə bilər. Shift Enter adi halda Word-də nə iş görməkdən ötürüdür? Yeni, məsələn, sətri bölməkdən ötürü. Yəni sətri bölməkdən ötürü, yeni sətrə düşməkdən ötürü. Ctrl Enter yeni səhifəyə Yeni keçməkdən səhifə. ötürü. Enter yeni abzasa keçmək üçün istifadə olunur. Sonra 9. nə? 9. Cədvəlin sətirlərin hündürlüyünü dəqiq qurmaq üçün hansı əmrdən istifadə olunur? Sətrin hündürlüyünü necə quracaqsan? Dəqiq. Dəqiq qurmaq istənsə, layout propertiesdən istifadə edirsən. Bəs bu niyə yoxlamayıbsan? Buna page setup yazmışdım. Page setup cədvəlin sətrinə təsir edir, Mayusuf. Ağlına gələni niyə yazırsan? 10. 10. Diaqramda sətr üzrə verilənlərin sütun üzrə verilənlərdən yer dəyişməsi üçün hansı qrupun əmrlə istifadə olunur? Designda datadan istifadə olunur. 13. Bax, 1 və 3 nömrəli sətr arasında yeni sətr əlavə etməkdən ötürü. Ya 1-i seçib insert below seçməlisən, ya da 3-ü seçib insert above. Düzdür? Ona Bəli. görə də bir sətrinə yerləşdir. Table tools layoutdan insert below. B variantı uyğun gəlir. Ben above seçmiştim. Nə? D'ni seçmiştim ben. B-ni? D. Ay bala, D-də axı demir, deyir cədvəli seçib. Cədvəli seçəndə cədvəlin üstünə qoyacaqdır. Sən deyir 1 ilə 3-ün arasına qoy. 14'e de bakalım. Sum above. Buradan Bu arada yuxarıdakıları toplamaq sum PDF'de yok above. muydu? Nədir? PDF'de label yok idi. Başa düşməm, nə yox idi? PDF'de bu yok idi label. Sam, add. Sən bir dənə söz deyim. PDF-ə hər şeyi yerləşdirəsi olsa, xay Yusuf. O zaman elə Word dərsliyi olar. Word dərsliyinin özü 300-400 səhifəlik bir kitabdır. İndi hər detallı salmaq olmur axı. Keçən dərsdə mən düzdür, eləməyə çalışdım, özünüz gördünüz ki, neynədi, xəta verdi. Amma dedim ki, bunu verəndə belə eləyəcək. Bilmirəm, yadındadır yoxsa yadında deyil. Dərsliyi də yerləşdirdim. Yadımda. Və yenə də deyirəm, alınmadı. Neynədim, alınmadı da gördünüz özünüz. Top nədir indi be? Nə? Top. Sam top, add Top, top. zirvə, təpə, yuxarı.
Sum top yuxarı Elə toplanır bir falan. şey yoxdur axı. Topdan istifadə olunur. Above özündən yuxarıdakılar deməkdir. Yəni özündən yuxarıdakılar topla. Sum above. Sum top, add top belə bir şey yox. Add ümumiyyətlə yoxdur. Sum'un da topu yoxdur, olu yoxdur. Ya bunlar mümkün deyil. Və sən qurdalayırsan lazımsız şeyləri. Bir Word-də girəndə cədvəlin içərisində layout tabının deməli data qrupunda formulaza nə yaxşı baxmısan? Formula əmrinə. Harda olduğunu heç bilmədim. Dərslikdə yox idi. İndi o dərsliyi sənin gözünə soxum gör. Ay, nətər insansın. Deməli, nə qədər problem var, hamısı gəlib səni tapır. Bilirsən niyə? Çünki çox problemli insansan. Bura bax, data qrupunu gördün. Hə, Nə yazıb? Bax, burada formulanı görürsən. Bilsən, boş-boş işlərlə məşğul olmağa vaxt tapırsan, amma dərsi oxuyub deyirsən ki, formulanın harda olduğunu bilmir. Nə deyər? Düstur yerləşdirmə pəncərəsini açır. Düzdür. Formula pəncərəsi də buradadır. Sum above da görmürsənsə də bax burada sum above formulu da bu buradadır. şəkilə Görsən? baxmamışdım. Yusif, gün o gün olsun ki, gələk üstünə şəklinə bax, ağay bala. Niyə belə pis-pis işlər görürsən? Niyə yarı-yarımçıq iş görürsən? Mən Çox maşenlik uşaqsan. Word-da bir də şəkilə baxmayıbsan, yaxşı. Yazını oxumayıb, şəkilə baxmayıbdı. Və onda sən nə iş görübsən? Ancaq klaviaturada Enter, Shift, Enter basıbsan. evet, Heç nə. Bayaq dediyimin iki qatı. Davam edirik. Sualınızı verin. 16. 17. 17. Word proqramında cədvəl qurmaq üçün hansı menyudan istifadə olunur? Cədvəl hardadır? Insert-dədir də. D variantı. 16-ya da baxaq. 16. Bəli. Diaqram əlavə etmək üçün hansı komponent? Komponent dedi. Ha, proqram demir ki, Excel götürəsiniz. Qraf komponentindən istifadə olunur. Sonra Burada kurtardım onu. o biri tayına baxaq. Burada sualınızı 9. verin. Neçə? 3. 3. Deyir aşağıdakı şəkil hansı əməliyyatı yerinə yetirir? Sənədi sürətli formatlaşdır, quick parts. Sənədə hazır mətn fraqmentləri əlavə edir. Bu C variantı düzdür. Sonra 9. burada nə görürsünüz? Zaman, tarix görürsünüz elə. Evet. Bunu təbii ki, date and time burada yoxdur. Deməli, quick parts-dan qoya bilərsiniz. 10. 12. 10 Eyni bayaqki şey. sualdır. Bəli. Smart art. 12. 12. 12-də görürsünüz ki, bu nədir? Chartdır. E variantı. 14. 16. 14. Word-də yerinə yetirmək, cədvəlin bir neçə xanasını birləşdirmək olar. Bəli. Cədvəli mətnə Bəli. çevirmək olar. Mətni cədvələ çevirmək olar. Cədvəli başqa cədvələ birləşdirmək olar. Cədvəlin xanasının bir neçə xana hamısı olar. Hamısı Mən olar. 3-ü seçməmişdim. Mətn cədvələ çevirməliyim. Yusuf, bəs deyirsən ki, mən açıq sual videoya baxıram. Bir informatikanın da videosundan bax gör. Mən sizə keçən dərsindən keçmişəm. 16. Neçəyə baxırıq? 16. 16. Cədvəlin kənar xəttin formatını dəyişdirmək istədikdə nə edəcəksiniz? Table tools
Burada layoutda propertiesdən istifadə edəcəksən. D variantı. 21. D yazmışam səhv. Nə yazıbsınız? Mən D yazmışam amma qabağına çıxaq qoymuşam. Bilmirəm. Yox, D düzdür. Ola bilsin ki, B variantı çıx. B-də layout yox. Dizayn olsaydı, gənə deyə bilərdik ki, dizaynda nə edə bilərik? Borders and Shading'dən istifadə edə bilərik. Buradan qoy göstərimdə açın Word-ü. Baxın. Bir dənə cədvəl tez düzəldək. Buradan table. Bax, biri var dizaynda. Dizaynda borders var. Shading Hedge. Burada borders var. Düzdürmü? Buradan istifadə edib nə edə bilər? Cədvəlin kənar xəttdən formatlaşdıra bilər. Amma bu harda? Table Design'dadır. Amma Table Layout'da Properties pəncərəsində nə var? Borders and Shading var. Bunu basıb da düzəldə bilərsiniz. Bayaqçında B variantında Layout yazılıbdır. Design yazılmıyor. Layout'da isə nə yoxdur? O deyilən Borders and Shading parametri yoxdur. Yəni, ümumiyyətlə əmri yoxdur. Sonra neçəyə baxırdıq? 21. 21. Hansı doğrudur? Dekorativ yazı doğrudur. A variantı doğrudur. B variantı səhvdir. C variantı səhvdir. Ben niye səhvdir? Bu nədir ay Yusuf? B-də. B Arkadaşım nədir? birinci harfin Ha? çok önemli. Burada mətnin birinci harfin böyük deməlidir. Ay bala, ay manyak Yusuf. Bu sadəcə text boxdur. Text boxda nədir? Mətn qutusu əlavə etməkdir. C variantında birinci hərfi böyük eləyir. B variantında yox. Bax, kompüter işlədir. Kompüterdə yalandan girib shift enter zat basmır. Götür dərsini oxu, öyrən. Zeno Ben de eşidibsən, Zeno paradoksu eşidibsən, ay Yusuf. değilim. Deməli, sənin kimi bir C var imiş, Yunan var imiş, o da adam imiş. Tacir olur. Nəsə, günlərin bir günü bu e, hansısa yerdən, hansısa da bir diyardan ticarət edib geri qayıdanda dənizdə fırtına olur, bütün gəmiləri zat batır, özün canını zorla qurtarır. Ondan sonra sənin xasiyyətə çevrilir də, bütün bədbinləşir, ancaq qıcıq-qıcıq işlər görməyə başlayır bu Zeno və hər şeyin tərsini sübut eləməyə çalışır. Və bir paradoksu var ki, insan bir yerdən başqa yerə getmək istəyəndə sərf elədiyi zamanın yarısı boyda zamanda gedəcəyi yolun yarısını gedir. Eləmi? Evet. Və nəticə etibarilə o zaman belə çıxır ki, hər dəfə bu gedəndə gedəcəyi yolun yarısını gedir. Məsələn, əvvəlcə 2də 1-ni gedir, sonra 4də 1-ni, sonra 8də 1-ni, 16da 1, 32də 1 və s. Və bunlar toplayır ki, heç vaxt nədir? Bu biri vermir. Yəni, bu ədədləri nə qədər toplayırsansa topla, biri alınmır. Yəni, gedəcəyi yerə çatmır. Beləliklə, bununla sübut eləməyə çalışır ki, hərəkət əgər bir nöqtədən başlayıb başqa nöqtəyə getməkdirsə də və bu cür hesablama nəticəsinə heç vaxt, belə deyim də, o x-in qiyməti vahidə bərabər olmursa da, bu o deməkdir ki, hərəkət mövcud deyil. Bax, sən də həmin xasiyyətdəsən. Mənasız bir dənə şeyi götürürsən, onunla məşğul olursan, amma dərslə məşğul üstünə bir şey qoymursan. Ay, nətər çalç adamsan, niyə belə eləyirsən ki? Niyə dərsini oxumursan? Neqr Yusuf.
Davam edək. Dersten sonra baxaram mən başdan Word-ə. Zeno paradoksuna baxmayıb, Word-ə bax. Word-ə deyirəm Hə, mən. gedib yenə də Word-dən əlavə nə lazımdır, nə lazım deyil ona baxacaq, gələcək ki, hə, ona baxdım. Hə, davam edirik. Sualınız qaldı burada. Hey, Yaxşı, sualınız qalmıyor. O zaman baxaq ki, bu gün sizə hansı nağılı danışacağam. Deyir, mənə bu nağılın sonunu söylə. 3. Burada deməli, hə, qrafik obyektdən falan yerləşdirilməsi bu. Heç elə bil ki, növbəti dərsimiz bu dərsin davamıdır. Mən əsas bugün yükü verəcəm nəyin üzərinə? Design tabından layout'u. O zaman başlayaq. Dizaynla layoutu sizə izah eləməyə çalışım. Bütün əsəblərim korlanır. Word proqramını açsam. Yeni sənəd yaratdım. Deməli, burada design tabı nə işə yarayır? Design tabı bizim dildə tərtibat gedir də. Sənədin tərtibatı üçün istifadə olunan bir tabdır. Buradan istifadə etməklə biz mətnimizi, ondan sonra mətnə əlavə elədiyimiz obyektləri nə edə bilərik? Belə deyim, formatlaşdıra bilərik. Tərtibi, dizayn verə bilərik onlara. Görünüşünü dəyişə bilərik. Bəs bunu necə edirik? Bundan ötürü ilk öncə balaca bir mətn yazacağam. Buraya yazacağım Qara Yusif. Yufis yox, Yusif. Böyüdüm bunu, Shift F3 bastım və gəldim bura. Biri var idi, biri yox idi. Əla. Bu da bizim nağılımız. Bu yuxarı hissəni götürürəm. Bax, burada görürsən headinglər var. Heading eləyirəm. Heading. Bunu da eləyirəm. Nə? Emphasis. Kalibre bu birisi də Times New Roman. Bu gün bəlkə başqa şriftimiz var uyğun. Strong da edə bilərəm. Intense, no spacing, heading, subtitle. Subtitle elədiyimi elə emphasis elədim. İndi rəng seçəcəm. Qara Yusifin rəngini eləyəcəm. Bax, burada göz tema rəngləri var. Narıncı rəng və buradan da götürürəm bu temanın da rəngini. Nə edirəm? Mavi rəng yazdım. Sonra görəcəyim iş nədir? Gəlin bura. Gün burada üslub nədir? Bunun kalibri verim şrifti. Çünki sonra problem olmasın. Insert bir dənə də shape, fiqur gətirəcəm. Bu gördüyündə şəkildir. Bunu da buradakı üslublardan birindən formatlaşdırıram. Hansı olsun? Bu olsun. Buna belə formatlaşdırdım. Deməli, fiqur elədim burada. Fiqur oldu. Ondan sonra başlıq oldu. Bir də ki, vurgulanmış mətn oldu. İndi dizayna gələm, gör nə edim. Themes, temalar. Facet, gallery. Bunları seçdikcə baş verən dəyişikliyə baxa bilməyin üçün burada yazıları gətirib sağ tərəfə çəkəcəm. Şəkildə götürəm sağ tərəfə. Və görəsən ki, hansı dəyişiklik baş verir. Bax, themes, facet,
gallery, integral, ion, organic, məsələn, retrospect, slice, wisp, banded, basis, Berlin, circuit, Damask, dividend. Görsən hər birində necə dəyişir. Həm fiqurda dəyişiklik görünür, həm yazının rəngində, həm də şriftdə. Yəni şriftlərin özünün də dəyişdiyini yəqin ki, buradan görə bilirsən. Bəli. Məsələ burasındadır ki, bax bu hissə document formatting hissəsinə Sims 3 dənə məsələni birdən həll eləmiş olur. O da nədir əslində? Rəng məsələsi, şrift məsələsi və bir də effekt məsələsi. İndi bunu tək-tək yoxlayır. Burada hazırları var ya, bu hazırlardan da istifadə eləmək olur. Burada görsənmi? This document yazıb, burada hazır quraşdırılmış üslublar var. Colors'dan istifadə, məsələn, green verdim. Gördünüz, ancaq yaşılın tonlarından istifadə olunur. Red violet. Ondan sonra verirəm blue warm. Grayscale. Yaxud burada paper. Qaytardım ofisə. Sonra fonts, şrift, Cambria kalibr. Qara üstü yazısına bax dəyişməyinə. Arial. Franklin Gothic mi? Ondan sonra. Evet. Nə bilim, Century Gothic. Bunların hər biri fərqli bir üslubdur. Şriftlər. Sonra paragraph spacing var. Sətr arası məsafə. Məsələn, var compact. Yığcam. Tight. Sıx. Open. Aralı. Relaxed. Biraz daha genişlənmiş. Bir də nə var burada? Double. 2 qat. Aradakı məsafəni gördün nə qədər artdı? Qaytarım, normal vəziyyətə gətirim. No paragraph space. Effects. İndi bax, fiqura bax. Fiqura kölgə effekti veririk. Ondan sonra banded. Burada nədir? Frosted glass effekti verdim. Grunge verdim. Glow verdim. Top shading verdim. Inset verdim. Milk glass verdim. Riblet verdim. Extreme shadow verdim. Reflection verdim. Yəni hər birində şəkildə olan dəyişiklikləri görə bilərsin. Bunu gördünmü? Yəni document formatting qrupunun əmrləri nə iş görür? Watermark, su nişanı. Burada mətnin fonuna belə yazılar daxil edə bilərik. İndi confidential yazısı daxil etmişəm. Təbii ki, don't copy. Belə diagonal istiqamətdə də ola bilər, üfüqi istiqamətdə də ola bilər. Burada custom watermarkdan istifadə edib. Siz picture watermark, şəkil su nişanı da qoya bilərsiniz. Məsələn, from a file seçirəm. Sənəddə qoy görüm nə edə bilirəm. Burada nə şəkil var, bura gətirib qoya bilirəm. Hocam downloadsda ola bilsin ki, bəzi şəkillər oldu. Fonu elə şaxta babanı gətirim qoyum da. Gözəl göyçəkdə bir şaxta babamız var. Apply bastım. Görürsünüz fonda. Şaxta babanı. Aysa. Bəli. Sonra nə var burada? İndi picture qoyun bir kənara. Text watermark'a qayıdım. Burada fontu dəyişə bilərsiniz. Ondan sonra ölçünü dəyişə bilərsiniz. Rəngi dəyişə bilərsiniz. Burada semi-transparent var. Yəni yarım şəffaf. Onun quşunu götürərsiniz. Bu şəkildə yazınız. Transparent falan olmaz da. Birbaşa yazının özü düşər. İndi transparent verəndə Həm yazı, həm şəkil olurmu?
Yox, ya yazı qoymalısan, ya şəkil. Şəkillə yazı varsa da o zaman şəkil deməli hara qoyulubdur? Kalantit olan ya yuxarı ya aşağı kalantit olan şəklidir. İkisi eyni vaxtda olmur. Sonra ya amma belə eləyə bilərsən, şəklin üstünə yazı yazıb arxa fona qoya bilərsən. Yusif Yox, Kimya ayrı-ayrı, dəstəsi də sevincli olsun onda. Ha? ayrı-ayrı deyirdim. Ha, ayrı-ayrılıqda niyə qoyasan ki? Bax. Sonra page color var. Səhifənin özünü rəngləyir. Görə bilirsən buradan? Bəli, mən Ay sol. Bir də page borders var. Səhifənin kənarları. Buradan istifadə etməsən, mən nə edə bilərəm? Art var. Burada məsələn tort dilimləri qoyuram səhifənin kənarına. Yaxud burada almalar var. Səhifənin kənarına alma qoyuram. Niyə? Çünki atalar deyib ki, an apple a day, keep the doctor away. Ondan sonra adi xəttlər də qoya bilərsiniz. Bu şəkildə. Deməli, page background qrupunun əmrləri nə üçün istifadə olunur? Səhifəni rəngləmək, səhifənin fonuna yazı və ya şəkil qoymaq, səhifənin kənarlarına sərhədlər təyin etmək üçün istifadə olunur. O biri qrupa keçək, layout. Layout qrupu sənədin, belə deyim də, çapa hazırlanması üçün vacib olan qrupdur. Burada birinci, daha doğrusu layout lenti çapa hazırlamaq üçün lentdir və bunun birinci qrupu page setup qrupudur. Page setup qrupunda birinci əmr margin. Burada var normal, narrow, moderate, wide, mirrored, office 2003 default bu şəkildə. Normal verdikdə yuxarıdan, aşağıdan, soldan, sağdan məsafələr hər bir yerdən 2,54 cm. Narrow eləyəndə onun yarısı qədər 1,27 cm olur. Təbii ki, custom margin-dan istifadə eləməklə siz bu ölçüləri dəyişdirə bilərsiniz. Yəni istədiyiniz kimi. Orientation əmri səhifənin portret və ya mənzərə formatında təqdimatına imkan verir və hal-hazırda səhifəmiz mənzərə formatındadır. Orientasiyasına deyim. İndi portret orientasiyasındadır. Yəni şaquli yaxud üfüq ola bilər. Şaquli olanda portret, üfüq olanda mənzərə orientasiyası deyilir. Size ölçüsü. Sənədimizin ölçüsü standart halda A4 vərəqdə görünür. Amma onu A3 vərəq, yaxud burada letter formatı, tabloid formatı, legal formatı, A5 formatı, B4, B5 formatı kimi formatlara çevirə bilərik. Əgər sənədimizdə bir neçə sütundan ibarət olan yazıdan istifadə etməksən, columns pəncərəsindən, columns siyahısından istifadə edirik. Bu halda yazılar nə olur? Bir neçə sütuna bölünə bilir. Bəs bu necə eləyəcəyik? Məsələn, onu göstərməkdən ötürü lorem ipsumdan istifadə edirəm. Lorem ipsum. Lorem ipsum. Aha. Bura qədər yaxşı. Kopyaladım, gətirdim Word. Lorem ipsum. Gördüyünüz kimi çoxlu sayda nə var burada? Sətirlər vardır. Mən də bunları seçirəm. Hamısını yox, bir qismini. Və columns verməklə. Two columns. İki sütunlu yazıya çevir. Təbii ki, three columns verib üç sütunlu yazı deyə bilər. Qəzet yazılarına bənzəyəcək.
Ondan sonra left verirəm, sol tərəfi ensiz, sağ tərəfi enli, yaxud da right verirəm, sol tərəfi enli, sağ tərəfi ensiz formatda bu yazılar görünsün. More columns verməklə, məsələn, to seçdim, line between. Arasından xətt də qoyuram və iki sütun arasındakı məsafəni 1 santimetrə qədər azaldıram. Equal column wise verirəmsə də, o zaman sütunların enləri bərabər olur. OK bastım. Bax, gördüyünüz kimi bu halda yazılarımız bax, bu şəkildə bizə təqdim olunmuş olur. Buna gördük. Sonra nəyimiz var? Breaks var. Break'də var page break, səhifə kəsimi. Məsələn, why do we use it? Verifdir. Bunu kəsrəm, növbəti səhifəyə qoyuram. Gördüyünüz kimi gəldi ikinci səhifəyə. Sonra burada var column. Bəs column break nədən ötürü? Tez bax, buranı seçim. Burada 2 dənə abzas seçirəm. Bura qədər. Bunu tez two columns verəcəm. Arasından da şaquli xətt. Okay. Və mən istəyirəm ki, buradan lorem yazılan hissə ki var. Bax, bu hissədən etibarən hamısı ikinci sütunun başında olsun. Nə edirəm? Column break verir. Column break'i Shift Ctrl Enter ilə yerinə yetirə bilərik. Shift Ctrl Enter. Bu üçünü birdən basıb column break vermək olar. Sonra var text wrapping. Text wrapping nədir? Məsələn, mən burada the first line of asası olsam, Renaissance harada qalır? Bu sətirdə qalmış olur. Sətrin ortasına qalmış olur. Bura qədər doldurmur. Bəs onu necə edə bilərəm? Yaxud da ki, burada first line of növbəti sətrə saldım, first burada qaldı. Mən istəyirəmsə, əgər bu first da gəlib bura qədər çıxsın, yəni yazı, belə yazım, gördüyünüz kimi hamısını sağ tərəfə düzləndirdi. Amma first sağa gəlib çatmadı. Mən nə edə bilərəm? Bundan ötürü deməli, istifadə edəcəm digər imkandan. O digər imkanımız nə idi? Text wrapping. Layout-a gələm, breaks-ə gələm, text wrapping verirəm. Gördüyünüz kimi line of lorem ipsum düşdü aşağı sətrə. First gəldi, sağ tərəfə dirəndi. Bunu da klaviaturadan nə edə bilərsiniz? Shift Enter basa bilərsiniz. Shift Enter yeni sətrə keçid üçündür. Bəs Enter nə idi? Yeni abzasa keçid üçündür. Ctrl Enter nə idi? Yeni səhifə keçid. Shift Ctrl Enter nə idi? Yeni sütun başına keçid üçün istifadə olunur. Sonra burada nə var? Next page, section break. Yaxşı, page break-i başa düşdüm. Bəs section break nədir? Bu bölmə kəsimidir. Page break ilə section break-in fərqi ondadır ki, sən page break veribsənsə də, o zaman yeni bir bölmə yaratmır. Sadəcə mətnin qalan hissəsini, əgər yeni səhifəyə veribsə, yeni səhifəyə, yeni sətrə veribsə, yeni sətrə, yeni sütuna veribsə, yeni sütuna çevirir. Amma siz section break verirsinizsə də, bölməni, mətni böləndə yeni bölmə yaradır. Word-də də belə bir şey var ki, hər bölmənin özünün, belə deyim da, yenidən səhifə nömrələri ola bilər. Məsələn, tutaq ki, birinci bölmə 5-ci səhifədə bitib, ikinci bölməni birinci səhifədən başlada bilərsiniz. Yəni, belə deyim, page break mətni mexaniki bölürsə də, section break nə edir? Bunu məntiqi olaraq bölür. Line number sadəcə sətirlərin qarşısına qoyulan nədir? Nömrələrdir. Gördüyünüz kimi burada nömrələri qoyulur. Sonra line numbers-da siz restart each page, hər səhifədə yenidən başlada bilərsiniz bunu. Restart each section, hər bölmədə yenidən başlada bilərsiniz. Nə bilim, none verib yoxa çıxarda bilərsiniz, lazımlı bir şey
deyil hazırki durumda. Amma nə zaman lazım olur? Məsələn, siz hansısa da ciddi bir quruma məqalə falan göndərəndə o zaman sətirlərin nömrələnməsinə də ehtiyac yarana bilər. Hyphenation nədən ötürüdür? Bu artıq sətirdən sətrə keçməkdir. Automatik verəndə avtomatik olaraq gördünüz lorem ipsum. Məsələn, burada Latin literature. Bax, gördüyünüz kimi nə edibdir? Burada bölüb. Classical. Klassini seçib saxlayıb bu sətirdə. K-lı nə edib? Növbəti sətrə salıbdır. Bu nə idi? Təbii ki, hyphenation. Non verəndə olmur. Bir də var manual. Manual verəndə əllə, belə deyim də, biz bölürük. Hardan hara böləcəyik, onu özümüz təyin edirik. Yəni, bunu avtomatik yerinə yetirmir sistem. Yaxşı, bəs burada indent paragraf qrupunda spacing nədir? Abzaslar arası məsafəni təyin etməkdən ötürü yuxarıdan aşağıdan məsafə spacing hissəsindən before and after əmrlərindən istifadə olunur. Yox, indent hissəsi isə abzasın sol tərəfindən boşluq, sağ tərəfindən boşluq falan qoyma. Məsələn, left verirəm, sol tərəfdən araladım. Burada right verirəm, sağ tərəfdən nə edirəm? Aralayıram. Və buranı nə edə bilərəm? Bax, bu şəkildə sağ və sol tərəfi düzləndirə bilərəm. Amma hal-hazırda burada ayırdığım hissə yuxarıdakı sətrədə, yaxında aşağıdakı sətrədə. Onda nə edəcəm? Təbii ki, yenə layout-a gəlirəm. Before yuxarıdakıyla, yəni why do we use it? Bundan aralayacağım bunu. Və aşağıdan aralamaq üçün də after'dan sonra nə edirəm? Bax, bu şəkildə artırıram məsafəni. Gördüyünüz kimi mətnimiz biraz daha fərqli oldu. Bir də burada var arrange qrupu. Arrange qrupunun əmrləri şəklin mətnə nəzərən yerləşməsi üçün istifadə olunur. Burada necə işlər görürük? Məsələn, insert picture, this device verdim. Buradan şəkil gətirdim. Bunu biraz balacalaşdırım. Bu şəkil bizim heç bir dəxli yoxdur bizim işə, amma nədir? Şəkildir. Bax, burada layoutda var position. Burada in line with text. Mətnlə eyni sətirdir. Amma verə bilərəm. With text dropping. Səhifənin sol yuxarısında, sağ yuxarısında, sol aşağısında, sağ aşağısında, center düz mərkəzində də bax, bunu yerləşdirmək olur. Bu bir. Text, row text nədir? Mətni bunun ətrafında necə bükəcəyik? Təbii ki, bunda qəşəng alınmayacaq. Bunun yerinə bir dənə shape gətirirəm, fiqur. Icon yox, shape. Hansı fiqur olsun? Belə arkalı bir şey. Biraz daha böyüdüm bunu. Bu buradadır mı? Buradadır. İndi gəlirəm burada layout-a. Layout-da position-da bunu seçdim. Sağ row-da seçirəm bunu. Square. Gördüyünüz kimi mətn bu fiquru nədir? Kvadrata aldı. Bir sahəyə aldı. Kvadrat formalı. Height verəndə mətn başlayır buna bacardığı qədər daha çox yapışmağa, daha çox sıxlaşmağa. Height. Məsafə gördükcə buna yaxınlaşır. Hətta biraz belə eləyəsi olsam, bunun içinə də daxil olmağa başlayır. Height. Belələ mətn nə olmuş olur? Fiqura çox yaxın sıxlaşıb yerləşmiş olur.
True verəndə bu əsasən hansı halda olur? Mətnin içərisi, yəni bunun içərisində boşluq olanda həmin hissədən də mətnin keçməyinə imkan verir. Hı, belə bir şey. Sonra nə var? Top and bottom. Yuxarı və aşağı. Behind text verəndə şəkil mətnin arxasına yerləşir. In front of text verəndə şəkil mətnin önünə yerləşdirir. Edit row points isə bükülmə nöqtələrinin təyini üçündür. Mətnin şəklə daha çox yaxınlaşmasını təmin edir. Ondan başqa siz buradan seçimlərə move with text verə bilərsiniz. Mətni yeni yazılar əlavə edəndə aşağı düşürsə də şəkildə ondan bərabər düşsün. Fix position on page verəndə isə şəkli səhifədə müəyyən bir yerə pərçimləyirsiniz, oradan aralanmır. Ondan ötürü. Məsələn, inline text with text verdim və sildim, lazım deyil. Ay, lazım deyil deyəndə bir-iki də əmr qalıbdır, qoy dursun. İndi bir dənə də şəkil gətirəcəm bura. Insert shapes smiley gətirdim. Bir dənə ürək gətirin bura. Ürəyi biraz rəngləyək. Rəngli bir ürəyimiz olsun. Bir dənə də günəş gətirək. Qoy sinsin. Buna sarı rəng bir dənə də günəşimiz oldu. Bax, burada gördüyünüz kimi smiley ən axırda, günəş, ürək onun önündə, günəş də ki, hər şeyin önündədir. Bunları nə edək? Məsələn, layout-a gəlirəm, bring forward. Baxın, birinci bring forward üçün smiley seçim, ən axırda odur. Bring forward verirəm, gördüyünüz kimi ürəkdən qabağa keçdi. Amma hələ günəşin arxasından bring forward verim, günəşdən qabağa keçdi. Send backward, günəşdən sonraya keçir. Send backward elədim, ürəkdən də sonraya keçdi. Amma siz nə edə bilərsiniz? Konkret olaraq, birbaşa olaraq send to back verib tam arxaya apara bilərsiniz. Send to front, bring to front verib ən önə gətirə bilərsiniz. Selection pane nədir? Seçim panelidir. Bu sağ tərəfdə açılır. Məsələn, gördüyünüz kimi burada smile face, sun, heart. Yəni, smileyimiz var idi, günəşimiz var idi, ürəyimiz var idi. Üçü də buradadır. Bunların qarşı tərəfində bu göz işarəsi var. Bunun üzərinə bir dəfə klik vuranda gözün üzərindən xətt keçir və o xətt oldusa da şəkil burada olsa da görünməyəcək. Və həmçinin sağ tərəfdə bu paneldən selection pane-dən istifadə edib. Bunların hansı öndədir, hansı arxadadır onu təyin edə bilərəm. Məsələn, smile face-i seçirəm, heartdan sonraya buraxıram, ən axıra gəlib keçmiş olur. Məsələn, heartı sandan qabağa keçməsəm, seçirəm, götürürəm burada sandan nədir? Qabağa qoyuram. Gah sanı heartdan sonraya qoyuram, çünki heart getmədi. Beləliklə nə oldu? Birinci ürək, sonra günəş, ən axırda da smileyimiz oldu. Yəni, bunu necə təyin edirik? Selection pane-dən istifadə eləmək. Sonra burada align var. Align left hamısı seçdiyiniz obyektlər sol tərəfə sıxlaşır. Align left verdikdə, baxın bu üç dənəsi. Align left. Align right verəndə sağ tərəfə sıxlaşır. Align right. Bir-birinə nəzərəndə arkadaşlar. Align top verəndə yuxarıya, align bottom verəndə aşağıya sıxlaşır. İndi bax, burada align right verirəm. Görün, sağ tərəfə nətər gəldi. Align top verirəm, hamısı yuxarı sıxlaşmış olur. Bir də distribute var. Align düzləndirməkdir. Distribute isə nədir? Paylamaqdır. Necə paylayır? Məsələn, bunların biri ortadadır, biri yuxarıda, biri aşağıda. Həmçinin də bunlardan ikisi bir-birinə yaxını, biri aralı. Mən bunları eyni sətirdə və düzgün yerləşdirmək istəyirəmsə də align-la istifadə edirəm. Əvvəlcə distribute horizontally verirəm, üfüqi olaraq
nə olur? Yəni bir göylə sarının mərkəzləri arasında məsafə nədirsə də göylə qırmızının mərkəzləri arasında məsafə də o qədər olacaqdır. Və burada distribute vertical verəndə nə olur? Şaquli də paylanmış olur. İndi yuxarıdan aşağı məsafəyə baxası olsaz, göylə sarının mərkəzləri arası məsafə nəsə, sarı ilə də ürəyin, qırmızının mərkəzləri arası məsafə o qədər olmuş olacaqdır. Yəni bunları bir-birinə nəzərən düzgün yerləşdirməyə çalışır. Burada da align to page var. Düzlənməni apara bilərik səhifəyə görə, align to margin kənar boşluqlara görə, bir də align selected object. Biz obyektləri seçmişik və düzləndirmə seçilmiş obyektlərə uyğun aparılır. Sonra use alignment guides, demək düzləndirmə nələrini deyim, bələdçi xəttlərini gətirib bura ekrana çıxarda bilərsiniz. Pərçimləyici deyim onlara. View grid lines tor xəttlərini göstərə bilərik. Bax, gördüyünüz kimi Word-də səhifəmiz daha doğrusu riyaziyyat vərəqi kimi damadama olmuş oldu. Grid settingsdən istifadə edib əlbəttə torlar arası məsafəni müəyyənləşdirə bilərsiniz. Nə qədər məsafədən bir bunları yerləşsin. Bu şəkildə tənzimləmələrdə aparmaq olar. Yaxşı, başqa nə iş görürük? Məsələn, 2 dənəsini seçdim. Günəşlə smaliki seçdim. Burada qrup əmri bunları birləşdirir. İkisi birləşib bütöv bir fiqur olmuş olur. Bunu da gətirdim. Bununla da bunu yenə qrup verdim. İstədiyiniz vaxt qruplaşmanı ləğv edə bilərsiniz. Təzədən yenə layout tabının arrange qrupunda qrup siyahısından ungrup verirsiniz. Bir-birlərindən aralanır. Rotate nədir? Fırlatmaq. Məsələn, smilikimizi götürək. Yəni, bunu bir də ungrup verim. Smiliki götürürəm. Rotate right 90% və 90 degrees. Sonra rotate left 90 degrees. 90 dərəcə sola fırlatdım bu dəfə. Flip vertical. Üfüqi istiqamətdə tərsinə çevirəcək. Flip vertical düzəltdim. Flip horizontal üfüqi istiqamətdə bayaqki şaquli çevirməkdir. Flip vertical. Flip horizontal üfüqi çevirmədir. Flip vertical şaquli istiqamətdə çevirmə oldu. Flip horizontal üfüqi istiqamətdə çevirmə oldu. More rotations options da var. Daha çox fırlanma seçimləri. Buradan siz nə edə bilərsiniz? Rotation'da dərəcəni bir-bir əllə daxil edə bilərsiniz. Bunlar belə. Və bu gördüyünüz haqqında danışdığım şeylər Word-un hansı tabına aiddir? Layout-a, bundan qabaqçılarda dizayna. Dərslimizin digər hissəsi isə alət tablarla bağlıdır, insert-a aid. O hissələrdə diqqətlə gözdən keçirin. Zaten mən sizə nəyi atmışam? Dərsliyi də atmışam, eyni zamanda testlərdir. Onları da götürüb işləyin, hər şey qaydasına düşsün. Yaxşı, başqa nəyə bilmək istəyirsiniz bura aid? Nə sizə maraqlı gəlir? Word sənədinin tərtibində hansı dəyişikliklər eləmək istəyirsiniz? Onları sizə izah eləməyə çalışaq. Arkadaşlar. Sual. Yoxdur, mənim çox da o. Yoxdur, yaxşı. Yusif, səndə? Hələ ki yoxdur. Yaxşı. Ay, dərsini oxu. Dərsini oxu. Heç nə. Yaxşı, o zaman gecəniz xeyrə qalsın. Neyniyək? Gəlin görüşlərə gedək. Bay bay. Düzəldə YouTube'a nə bildim, vaxt mənim qoyacaqsın? açıldı. Bəli? Deyirəm, düzəldə bildim, açıldı. Hə, çox Parametrlərdən girdim. Hə, çox sağ olun. sağ olun. Sağ olun. Parametrlərdən oldu, sağ olun. Gecəniz xeyir. Bu dərsine vaxt qoysun. Nə? YouTube'a bu indiki çəkilişinə vaxt qoysun. Bu yüklənsin, ondan sonra da yüklənsin kompüterimə, oradan da yükləyəcəm YouTube-a. Yəqin ki, məntiqlə informasiyadan ayrı-ayrı qoysun. Hə, təbii ki.